Həli bəy, yenə də qayıdaq əsas sualımıza. Siz necə düşünürsünüz? Azərbaycan hakimiyyətinin bu məhbus istehsalını, siyasi məhbus istehsalını belə fasiləsiz davam etdirməkdə məqsədi nədir? Və dırnaqarası bəzi özünü müxalifət hesab edənlər siyasi məhbusları nəyə görə bu qaydada müdafiə edirlər? 1-1, 2-2. Niyə hamı bir yerdə müdafiə olunmur? Buyurun. Qurban bəy, Azərbaycan Xalq Parlamentinin rəyasət heyətinin üzvü, millət vəkili Ərəstun bəy də bu barədə dedi. Sizin özünüzə dönə-dönə bu məsələlərə toxunmusunuz. Bu günlərin Azərbaycanda bu qədər siyasi məhbus olmasının bir nömrəli səbəbi odur ki, bu rejim İlham Əliyev rejimi həm xarici, həm daxili siyasəti iflasa uğramış bir rejim. Onunla öyünürdü. Onsuz da daxili siyasətin hər Azərbaycanlı bilir, hamı bilir ki, əhalinin vəziyyətini də bilir, sosial-iqtisadi durumu da bilir, işsizlik nə həddədir, hamı gözəl anlayır. Qonşu Ermənistanla belə müqayisə olunmaz vəziyyətdədir. Xarici siyasəti də indi iflasa uğradı. Xarici siyasəti gah Rusiya dost deyir, gah Türkiyə dost deyir. Gündə biri ilə münasibətləri korlanır. Amerikaya yarınmaq üçün müxtəlif vasitələrlə ona çıxmaq istəyir. Sonra İsrailin vasitəsilə. Bunu nəyə görə geniş danışdım da? Yəni bugün məlum olur ki, Azərbaycanın daxili siyasəti kimi xarici siyasətdə iflasa uğruyor. Və bu adamların başını qatmalıdır da, gündəmdə siyasi məhbuslar olmalı. Siyasi məhbuslardan hamısı danışmalıdır. İndi siyasi məhbuslar olmasaydı, biz nəyə görə Azərbaycanda pensiyanın bu həddə olmağın, nəyə görə uşaq pulu verilməməsin, Azərbaycanda olan problemlərdən danışacaqdıq. Amma indi siyasi məhbuslardan danışırıq. Bir səbəbi bu. İkinci səbəbi, Qurban bəy, bu siyasi məhbuslarla bu Azərbaycan rejimi sözün həqqi mənasında bütün sahələrdə alverçidir. Yəni bu günlərimdə siyasi məhbus məsələsi ilə bağlı bu alver predmetinə çevriləcək. Dəfələrlə bu məsələlər olub, Avropa Şurası, beynəlxalq təşkilatlar nəysə bundan tələb eləyəndə onda bu məsələni gətirəcək gündəmə. Mən bunlarla izah edirəm. Bax, bu həm Azərbaycan cəmiyyətini, Azərbaycan ictimaiyyətini başı qarışsın, başqa məsələlərlə, Azərbaycanın ciddi məsələləri ilə məşğul olmalı insanlar bundan danışsınlar. Beynəlxalq təşkilatlar üçün alver predmeti olsun ki, özlərinin hakimiyyətini qorumaq naminə belə güzəştə getsinlər. Beynəlxalq təşkilatlar tələb eləyəndə ki, nəyə görə sizdə insan haqları hər addımda pozulur, niyə siz düzgün seçki keçirmirsiniz? Bu məsələlər ortaya çıxanda desin ki, mən bu siyasi məhbusları buraxıram, siz də bizə gözləyin. Yəni, bir səbəbi də bu. Qaldı ayrı-ayrı siyasi təşkilatların belə də dırnaq arasında öz siyasi məhbusunu qoruması. Burada həm əsas məsələlərdən biri odur ki, belə də şəxsi mənəfi məsələsidir. Yəni ki, bunlar topluma tam şəkildə baxa bilmirlər. Nətər ki, bu rejim, yaramaz bir rejim, özünün ətrafında tutaq ki, ailəsin, öz yaxın adamları birləşdirib. Çox təəssüflər olsun ki, hələ də biz siyasi millət deyilik. Hələ də tam formalaşmış ciddi bir millət deyilik ki, bölgələrə bölünək, firqələrə bölünək. Belə, yəni, bu da ondan irəli gəlir ki, onlar fikirləşir ki, mən tutaq ki, öz
siyasi partiyamdan mənə yaxın olan adamı müdafiə edeyim, başqalarına o qədər də ehtiyac duyulmur. Yəni Qurban bəy, İlham Əliyev elə bir siyasi cəhətdən də, ictimai baxımdan da, mətbuat anlamında elə bir bu məsələlərin hamısını elə dizayn eləyib, elə formalaşdırıb ki, ondan bir şəxs ondan bir addım kənara ata bilməz. Hamısı formalaşmış, hamısı bu ruslar ustanovka deyirlər. Bu vəziyyətdədir. Bunun Azərbaycanda əgər müstəqil media olsaydı, istər xaricdə, daxildə belə bir şey ola bilərdimi ki, sənin üzvlərin haqqında təşkilat bəyanat qəbul edir. Sən həmin bəyanatı vermirsən. Deməli, sən müstəqil qurum deyilsən də, ay Meydan TV, ay Toplum TV, ay Abzas Media. Bizim haqqımızda, Xalq Parlamenti haqqında yazmamışsınız, Allah canınızı sağ eləsin, indi də yazmayın. Sizin üzvlərinizin siyasi məhbus olması haqqında gecə-gündüz Qurban Məmmədli Azəri Firidun'da nümayiş elətdirir Azərbaycan xalqına. Bəlkə də yeganə mediadır. Azərbaycan Xalq Parlamenti hər dəfə bu namussuz rejimi tənqid edir ki, siz hansı milli mənəvi dəyərlərdən danışa bilərsiniz ki, siz Azərbaycan gənc xanımlarını həbs eləmişsiniz. Azərbaycanın ləyaqətli jurnalistlərini həbs eləmişsiniz. İttiham edirik onu. Sizin bu münasibətiniz niyə belə olmalıdır axı? Ona görə ki, siz müstəqil deyilsiniz. Amma siz müstəqil olmasanız da biz onları sizə görə müdafiə eləmirik. Biz Azərbaycan xalqına, o jurnalistlərin fədakar jurnalist olduqlarına görə müdafiə edirik. Heç onlardan gözləmirik ki, onlar xilas olandan sonra bizə sağ ol da desinlər. Bizim əsas işimiz Azərbaycan Xalq Parlamentinin o olmalıdır ki, həqiqətləri deməlidir. Və bu həqiqətləri Azərbaycan ictimaiyyəti görməlidir. Bizim heç Azərbaycan Xalq Parlamentinin əsas məqsədi hakimiyyətə də gəlməz deyil. Azərbaycan Xalq Parlamentinin əsas məqsədi bu Azərbaycan xalqına düşmən olan, Azərbaycan xalqına qənim olan bu rejimin kənarlaşdırmaqdır. Azərbaycan xalqının bunlar yaxasından düşsünlər. Azərbaycan xalqından oğurlamış hakimiyyəti Azərbaycan xalqına, dövləti Azərbaycan xalqına qaytarmaq lazımdır ki, Azərbaycanda hüquqi dövlət bərpa olsun, Azərbaycanda hüququn üstünlüyü bərpa olsun, demokratiya bərpa olsun, millət öz iradəsi ilə öz hakimiyyətini formalaşdırsın. Yəni, o baxımdan mən elə bilirəm ki, biz davamlı olaraq ardıcıl, sistemli siyasi məhbus məsələsi üstünə getməliyik. Bunu beynəlxalq təşkilatlarda da qaldırmalıyıq. Bu siyasi məhbusların valideynlərinə çağırış eləməliyik. Onlara müraciət ünvanlanmalıyıq ki, da sizin övladdan qiymətli nəyiniz ola bilər? Bu yaxınlarınızın hamısı həbs olunur. Gəlin bu kanallarda danışın, bizim parlamentin iclasında gəlin sözünüzü deyin. Bunları eləmirsiniz də belə bir yerə toplaşın. Bir yerə toplaşın, bizə kömək eləyin ki, güclərimiz bir olsun ki, sizin yaxınlarınızı məhbəsdən azad eləyək, azadlığa qovuşturaq. Bu qədər Qurban bəy. Təşəkkürlər, əvvəl çox sağ olun.